keçirik. 10 dəqiqəlik yardımçının 1000 illik zərəri. İnsan fəaliyyətinin ətraf mühitə mənfi təsiri ildən ilə artmaqdadır. Süni maddələrdən hazırlanan məhsulların tullantı kimi atılması təbii mühitin çirklənməsinə səbəb olur. Son vaxtlar plastik tullantıların yaratdığı ekoloji problemlər gündəmdə əsas yerlərdən birini tutur. Həkim və ekoloqlar plastik çirklənmənin zərəri barədə həyəcan təbili çalırlar. Qiymət və yüngüllük baxımından əlverişli sayılan, hər yerdə satılan polietilen torbalar ətraf mühitin çirklənməsinə səbəb olan tullantı məhsullarındandır. ABŞ-də ekoloqların araşdırması nəticəsində məlum olub ki, hər il dünyada 500 milyard polietilen torba istehsal edilir və cəmi 10-15 dəqiqə işlətdikdən sonra istifadə olunmuş torba zibil qutusuna, çox zamanda birbaşa küçüyə atılır. İstifadə edilən polietilen materialın çürüyərək tam yox olması üçün təxminən 1000 ilə yaxın müddət lazım gəlir. Bu paketlər çoxsaylı kimyəvi birləşmələr nəticəsində əldə edilir. Polietinlər çürüməyə başladıqdan sonra ətrafa zərərli kimyəvi maddələr yayır və bu maddələr torpağa, suya qarışaraq qida zəncirini yavaş-yavaş çirkləndirir. Artıq sübut olunub ki, paketlərin istehsalında istifadə olunmuş kimyəvi maddələr ərzaq məhsullarına, həmçinin geyim əşyalarına da nüfuz edərək insan orqanizmi üçün böyük təhlükə yaradır. Minbit torpaq qatı uzun illər ərzində onu çürüntülərin qarışması nəticəsində əmələ gəlir. İllərlə qalsa belə çürüməyən polietilen torbalar torpağın minbit qatına keçərək bitkilərin inkişafına və məhsuldarlığa mane olur. Onların yandırılması da problemi həll etmir. Əksinə, tərkibində dayanan kimyəvi qarışıqlar atmosferə çoxlu zəhərli maddələr yayırlar. Bax, burada da üçbucaq cümləsini 100% üslubu xətasını tapın deyir. Daha bilmirəm hansı sualdır. Deməli, burada əksinə tərkibində dayanan yox, dayananın yerinə mövcud olan lazımdır. Əksinə tərkibində mövcud olan kimyəvi qarışıqlar. Bunun yerinə yazıram mövcud olan. Bir də bayaqki xətanı burada da buraxıblar. Xəta dediyim məqsədli buraxılıb da, yəni. Burada baxın, kimyəvi qarışıqlar cansız cəmdədirsə, xəbərim təkdə olmalıdır. Yəni yayırlar yox, yayır olmalıdır. Bax, eyni xətadır. Əksinə tərkibində mövcud olan kimyəvi qarışıqlar atmosferə çoxlu zərərli maddələr yayır. Baxıram burada 139-cu sualdır. 139-un cavabı belədir, ha. Bax, qeyd edin. Polietilen torbalar şəffaf olduqları üçün bir binanın istixanasındakı bütün istiliyi udacaq qədər gücə malikdir. Bu istiliyi udan polietilen torba isə yanğına səbəb ola bilir. Güclü leysanlar zamanı bu torbaların kanalizasiya xəttlərinin qabağını kəsərək ağır fəsadlar törətdiyi hallarda mövcuddur. Bəs problemin həlli yolu nədədir? Bəzi ölkələr problemdən çıxış yolunu polietilen məhsulların tərkibindən müəyyən vaxtdan sonra çürümə prosesini tezləşdirən maddələrin qatılmasında göstərirlər. Baxın, yenə 137-ci sualdır. 137-ci sual ətraf mühitin, baxın onu da izah eləyirəm, da bir də deməyəcəm. Ətraf mühitin polietilen torbalarla çirkləndirilməsi, səbəb polietilen torbaların, bax bir də deyirəm, səbəb polietilen torbaların ətraf mühitə atılması həlli yolunda nəticədə verib. Onların tərkibinə müəyyən vaxtdan sonra çürümə prosesini tezləşdirən maddələrin qatılması. Bir də deyirəm, problem ətraf mühitin çirklənməsi, səbəb polietilen torbaların deməli, ətraf mühitə atılması, həlli yolu, problemin həlli yolu. Onların çürümə prosesini tezləşdirən maddələrin qatılması. 137 ilə 139 yəhdə elə bilin ki, açıq sualımız. Çünki bayaqçı ilə oxşuyur deyə dedim. Və şimdi belə, gəldik çıxdıq 131-ə. Deyir, polietilenlə zibillənmiş torpaqlarda yetişən meyvə tərəvəzlərlə qidalanmanın gələcəkdə insan orqanizmində yol açacağı ehtimal edilir. Bax, bayaqçı sual tipindəndir. Harada tərəvəzdən danışırsa, bax, o abzasa əlavə eləməlisən. O da gəlirəm, çıxıram. Deyim, qida zəncirindən harada danışır? De burada. Qida zənciri. Bu ilə başlayan abzas.
Çünki tərəvəzə hopursa polietilen torbalar, bax görsən deyir ki, kimya maddələr ərzaq məhsullarına, həmçinin geyim əşyalarına da nüfuz edir. Bu ilə başlayan abzas 131-in cavabıdır, E variantı. Mətnin məzmunu ilə bağlı olmayan fikirləri müəyyən edin. Deyir, güclü yağışlar zamanı polietilen torbalar su basmalar yarada bilir. Deyir, burada yazıb, güclü leysanlar zamanı torbaların kanalizasiya xətləri qabağını kəsərək ağır fəsadlar törətdiyi. Demək, su basma yarada bilər. Bir düzdür. Polietilen torbalar ətraf mühitin çirklənməsinə səbəb olmur deyir. Niyə səbəb olmur? Elə bütün mətn bundan danışır. Polietilen istehsalı böyük vəsait hesabına başa gəlir. Deməli, bu da səhvdir. Çünki ucuz olduğu üçün zaten istehsal olunur. Mətndə qeyd olunur. Polietilenin çürümə prosesi ətraf mühitə zərər verir. Düzdür. Zaten ona görə tez çürüməsi üçün maddələri qatmaq istəyirlər. Təbii material deyil, düzdür. Təbii material olsa zaten tez qarışar. Cavab olur B variantı 132-dən. 133. Deyir, tünd qara hərflə verilmiş ifadənin mətndəki mənası. Baxın, nə yazıb? Ağır fəsad. Əlinin ağır təbiəti məcazi. Zəmbil ağır olduğu üçün həqiqi. Ağır nəticə məcazi. Ağır yük qoydu məcazi. Ağır bir qaya parçası həqiqi. Biraz fikirləşsəniz, görərsiniz ki, ya 1, 3, 4 bir yerdə olmalıdır, ya 2, 5. O da 1, 3, 4 bir yerdədir. Zaten mətndə də ağır fəsad məcazi olduğu üçün bizə 1, 3, 4 uyğun gəlir. Yox, mətndəkini tapmaqda çətinlik çəksəniz, bu üsuldan da istifadə edə bilərsiniz. 134-də şeir verib və mətn verib. Deyir, ya torpaq bomboz elə bil ki, üzünə dəmirov düşüb. Bu şeirdirsə hansı üslubda olacaq? Bədii. Mətnimiz hansı üslubdadır? Publisistik. Bədii təsvir ifadə vasitələrindən geniş istifadə. Hansı üslub üçündür? Əlbəttə ki, bədii. Ağzında deyil, bədii təsvir. Biri yazırsınız 2-yə. Kütləvi informasiya vasitələrinin dilinə aid olması. Publisistik. Hüquqi məzmuna malik olmaması. Baxın, adam fikirləşir ki, hüquqi məzmun deyirsə, şeydir bu, rəsmi şüzar. Amma bu deyir, hüquqi məzmuna malik olmaması. Publisistikə də aiddir, bədiyyə də. 3-ü yazırsınız 3-ə. 4-də deyir ki, sərbəstlik təbiiliyin olması. 4-ü heç yerə yazmırsınız. Çünki bu nəyə aiddir? Məişətə. 4 olan variantları çıx. A, B, D, Y getdi. Cavabın hazırdır C. Hamı tərəfindən anlaşıqlıdır. Publisistik. Ellipsisdən istifadə, yəni şəkilçi ixtisarı. Bədii. 1-ə 2, 5, 2-yə 1, 6, 3-ə 3. C variantı. 135. Torpaq məcəlləsində nəzərdə tutulmuş məsələlərlə bağlı mətnin məzmunu hansına səsləşir? Torpağın bax tullantılardan qorunması məsələsi. Biri götürəcəniz. Meşə fondu torpaqlarda meşə fəlakətindən söhbət getmir. 2 səhv. Kimyəvi çirklənməyə məruz qalmış, gözü çirklənmədən söhbət gedir. Sanitariya tələbinə müvafiq normalara cavab verməyən torpaq da çirklənmiş torpaqdır. Amma şoranlaşma, yəni quraqlaşmadan söhbət getmir. 1, 3, 4 C variantı. 137-ni dedim. 136-ya baxacaq indi. Yəni, ikinci, üçüncü abzaslarla bağlı plan bəndləri deyir. Ən azı neçə abzas deyirsə, heç baxmadım, ən azı neçə abzas deyirdi. 3 bənddən ibarət. Ən azı 3, yoxsa 3 bənd. 3 bənd deyir, ən azı 3 demir. Deməli, 3 bənd yazmalısınız cəmi cümlədən. Bunu 3 yerə bölməlisiniz gözə yarı. Deməli, ABŞ-da ekoloqların araşdırması 1. Deməli, burada deyir, 1000 ilə yaxın müddət lazımdır ki, polietilen çürüsün, düzdür. Gec çürüyən polietilenlər 2. Bu hissədə tamamən nədən danışır? Qidaya və geyimə hopmuş polietilen. 3-ə də bunu yazırsınız. Bax, 1-də yazırsınız.
ABŞ ekoloqlarının araşdırması. 2-də yazırsınız gec məhv olan polietilenlər. 3-də yazırsınız qidaya və yəni ərzaq məhsullarına və geyim materiallarına hopmuş polietilen. Çünki orada şeydən danışır da elə. Polietilen torbaların ərzaq və geyimləri hopmasından. 137-ni dedik. 38-i 3-cü abzasda cümlələr arasında əlaqəni pozan. 139 da demişik, 138 ilə 140 izah eləyəcəyik. 3-cü abzasda cümlələr arasında əlaqəni pozan, mətnin məzmunu ilə uyğunsuzluq yaradan. Oxuyuram. Məsələn, burada yazılır, münbit torpaq qatı uzun illər ərzində ona çürüntülərin qarışması və qarışması nəticəsində əmələ gəlir. Yəni, bu nə əlaqə? Mətndə münbit torpaqdan danışmıram axı. Bu cümləni seçməlisiniz. 138 üçün. Mətndə danışır ki, bəs polietilen belə gəldi, polietilen belə zərərlidir, elə zərərlidir. Burada deyir, münbit torpaq qatı uzun illər ərzində onun çürüntülərin qarışması nəticəsində əmələ gəlir. Münbit torpaq necə yaranır? Bizə maraqlı deyil bu mətn üçün. 139-da düzəlişləri eləmişdim. Hansı ki, deməli, tərkibində mövcud olan dedik. Bir də yayırlar, yox, yayır demişdik. Bax o. Altına xətt çəkilmiş söz mətndə hansı funksiyada işlənir? Bax, funksiya deyilsə uşaqlar, diqqətli olun. Funksiya deyilsə həqiqi məcazi yazmırsınız. Bax, görürsən, mötərizədə yetimin özü də verib. İnformativ, poetiksə informativ, informativsə poetik zad yazıb. Yəni, poetik informativ yazması hansı idi? Çərçivə altına xətt çəkilmiş, altına xətt çəkilmiş. Tapıram. Çirklənmiş, gördüm. Həddən artıq çirklənmiş torpaq. Mətndə hansı funksiyadadır? Əlbəttə ki, informativ. Mətndə informativdir. İnformativ. Poetikdə məsələn, çirklənmiş vicdan. Çirklənmiş vicdan yaza bilərsiniz. Oyda, mən çirklənmiş vicdan dedim. Etolunda da çirklənmiş vicdan yazıbmış. Bir də yazıb çirklənmiş mənəviyyat. Məcazda işlətməlisiniz. Deyirəm, məsələn, kimlərəsə pul yaxşılığı eləməklə çirklənmiş vicdanını əsla düzəldə bilməzsən. Qəşəng cümlə olar. Bu da belə. Kimisə bununla bağlı, mətnlə bağlı sualı varsa